Salam əziz tamaşaçılar. Bugün sizlərə 1980-cı illərdə baş vermiş və Dorothy Jane Scott adlı xanımın qeyb olması barədə maraqlı bir hekayəni danışacağam. Dorothy Jane Scott tənha ana və bununla yanaşı həm də tənha qadın idi. O xalası ilə yaşayır və adi ofis katibəsi kimi işləyirdi. O işdə olarkən oğlu Şona babası və nənəsi qulluq edirdilər. Valideynləri Dorothy'yə tək başına pul qazanmaq bacarığını uşaqlıqdan öyrətmiş və həmçinin onun oğlu Şona lazım olan hər şeylə təmin etmək üçün hər bir şərait yaratmışdılar. Onun adi və çox stabil bir həyatı var idi. Dorothy üçün ən gözəl vaxt uşağı ilə keçirdiyi vaxt idi. O əsasən oğlu Şon ilə birlikdə səhər yeməyi bişirirdi, cizgi filmlərinə baxırdı və Şonu çox sevirdi. Dorothy'nin bütün bu sakit həyat tərzini naməlum telefon zəngləri əvvəl və sonraya böldü. Artıq aylar idi ki, naməlum bir insan ona telefon zəngləri edir və onu sözün əsl mənasında narahat edirdi. Zəng edən kişi idi və burada biz hər hansı ondan xoşu gələn və ya ona gizli pərəstiş edən kimdənsə danışmırıq. Naməlum şəxs Dorothy'yə zəng etməmişdən əvvəl onu həmişə izləyir və zəng edərkən xırda detallar ilə onu daha çox qəzəbləndirməyə çalışırdı. Hətta qızın hara və kiminlə getdiyini, nə geyindiyini, harada işlədiyini, evə nə vaxt qayıtdığını belə bilirdi. Bu yetməmiş kimi daha sonra o qəribə və tükürpədici açıq tədbirlərə keçdi. Sən tək qalanda səni xırda-xırda doğrayacağam və səni heç kim tapa bilməyəcək. Bir gün telefon yenidən zəng çaldı və həmin o gizli pərəstişkar Dorothy'yə hədiyyə hazırladığını dedi və bayıra çıxmasını istədi. Onun maşının üstündə ön şüşəsində solmuş qızıl gül var idi. Naməlum şəxs onu izləməkdə davam edirdi. Günlər, aylar keçsə də müntəzəm zənglər davam edirdi. Bu cür zənglər ən sakin insanı belə dəli edə bilərdi. Məhz buna görə də Dorothy ölümcül qorxurdu. Bir gün Dorothy naməlum adamın səsinin ona hardasa tanış olduğunu söyləmişdi. Amma o nə qədər çalışsa belə səsin kimə məxsus olduğunu xatırlaya bilməmişdi. 28 may 1980-cı il tarixində adi bir iş görüşündə Dorothy onun çoxdankı həmkarı olan Conrad Bostronun yaxşı görünmədiyini və halsız olduğunu gördü. Onun qolunda dişlənmə izi var idi. O Conrad'a həkimə müraciət etməsini israr etdi və hətta könüllü olaraq onu maşını ilə klinikaya apardı. Qızın digər həmkarı Pam Head isə onlarla birlikdə UACA tibb mərkəzinə getməyinə qərar verdi. Həkimlər ilk baxışda dişlənmə izinin hörümçək tərəfindən daha dəqiq desək qara dul hörümçəyin dişlənməsi olduğunu müəyyənləşdirdilər. Bilməyənlər üçün qeyd edim ki, bu hörümçəyin zəhəri son dərəcə təhlükəlidir və dişləmə halında dərhal həkimə müraciət etmək üçün zəruridir. Əks halda dişlənən insan çox tez bir zamanda ölə bilər. Zəhər qana daxil olduqdan sonra insanın ilk öncə tənəffüs sistemi iflic olur və insan havasızlıqdan tez bir zamanda dünyasını dəyişir. Xəstəxanaya gedən yolda Dorothy evdə xəstəxanaya gedəcəyini və nə vaxt qayıdacağını bildirən bir qeyd buraxmaq istəyirdi və buna görə də yaşadığı evin yaxınlığında dayanmağı qərara almışdı. Cip telefonlarından əvvəl dünya inanılmaz dərəcədə mürəkkəb idi və hal-hazırda bizə çox adi gələn mesajları ötürmək çoxlu vaxt və güc aparırdı. Daha sonra Dorothy'nin həmkarları vəziyyətin paltar dəyişmək üçün əlverişli olmadığına baxmayaraq onun öz evinə qara şərf ilə girib qırmızı şərf ilə çıxdığını faktını qeyd etmişdi. Onlar xəstəxanaya çatanda həkimlər Conrad'ı ilkin müayinə və kömək etdikdən sonra onu evə göndərməyə qərar aldılar. Conrad'ın bəxti gətirmişdi, çünki o xəstəxanaya vaxtında çatmışdı. Həkimlər ona sadəcə dərmanları bir müddət daha qəbul etməyi əmr etdilər. Həmkarları həkimlərdən ayrıldıqdan sonra Conrad ilə birlikdə xəstəxana aptekində növbəyə durduqlarında Dorothy təklif etdi ki, avtomobilini bütün dayanacaqdan keçmək məcburiyyətində qalmamaq üçün çıxışa qədər sürüb gətirməyi təklif etdi. Bu arada Conrad hələ də zəif idi və baş gicəllənmə hiss edirdi. Dərmanı aldıqdan sonra Conrad və Pam çıxışa doğru getdilər, lakin yaxınlıqda nə Dorothy'nin, nə də onun avtomobilini tapmadılar. Bir neçə dəqiqədən sonra onlar qızın avtomobilinin, xatırladaq ki, onun avtomobili Toyota 1973-cü il modeli idi. Onların istiqamətində sürətlə getdiyini gördülər. Maşının dayanmaq fikrində olmadığını artıq onlar sonradan başa düşdülər. Avtonun fənərləri qızın həmkarlarını kör edirdi. Maşın kəskin fırlanaraq onları ötüb keçdi və gözdən itdi. Əvvəlcə Pam və Conrad elə başa düşdülər ki, Dorothy kiçik oğluna görə təcili evə getməli idi, nəsə baş vermişdi. Onlar onu tezliklə qayıdacağını və onları götürəcəyini gözləyirdilər, amma bu daha heç vaxt baş vermədi.
Bir neçə saat sonra qızın davranışından narahat olan həmkarları nəhayət Dorothy'nin valideynləri ilə əlaqə saxlamağı və hər şeyin qaydasında olub-olmadığına əmin olmağa qərar verdilər. Məlum oldu ki, Dorothy oğlunu valideynlərindən heç almayıb. Qızın həmkarlarının zəngindən sonra Dorothy'nin valideynləri dərhal polisə müraciət edərək onun itkin düşməsi barədə məlumat verdilər. Ertəsi gün səhər tezdən, yəni 29 may 1984-cü ildə itdikdən bir neçə saat sonra Dorothy'nin avtomobili müvafiq xəstəxanadan 10 min uzaqlıqda yanmış şəkildə tapıldı. Xatırladaq ki, mil hardasa 1 kilometrdən bir balaca çox bir ölçü vahididir. Santa Ana'da yolda keçənlər 911-ə zəng edərək yanan avtomobil barədə məlumat vermişdilər. Tapıntıdan bir həftə sonra Dorothy'nin valideynlərinin evinin telefonuna yenə naməlum zənglər gəldi. Bu dəfə telefona qızın anası Vera Scott cavab verdi. "Sən Dorothy Scott'u tanıyırsanmı?" deyə o soruşdu və dəstəkdən çıxan yad səs maraqlandı. Müsbət cavab aldıqdan sonra davam etdi. "Onu mən öldürdüm." Sonradan aparılan araşdırmalar yenə də mühafizələrin həqiqətən cinayətkarın özü və ya adi telefon xuliqanlıqları tərəfindən həyata keçirdiyini aşkar etməkdə heç bir köməkliyi göstərmədi. Naməlum şəxs düz 4 il ərzində hər çərşənbə günü zəng edirdi. Həmçinin qeyd etmək istəyirdim ki, zənglər polis tərəfindən cinayətkarın yerini aşkar olunmasını çətinləşdirmək və mümkünsüz etmək üçün kifayət qədər qısa olurdu. Üstəlik, telefon adətən Vera'nın əri evdə olmadığı müddətdə zəng çalırdı. Bundan əlavə polis ictimaiyyətin diqqətini cəlb edən halların araşdırılmasının çox çətin olduğunu nəzərə alaraq itkin düşən qadının ailəsinə şiddətlə tövsiyə edirdi ki, istintaqa mane olmamaq üçün qızlarının itməsi ilə bağlı təfərrüatları maksimum gizli saxlasınlar. Kivdə nə qədər az məlumat olardısa, cinayətkarın etdiyi zənglərdə törətdiyi əməlin ictimaiyyətə məlum olmayan detallarını açıqlaması şansı daha çoxalırdı. Lakin zaman keçir və polis istintaqda heç bir irəliləyişə nail ola bilmirdi. Polislərin susmaq məsləhətlərinə qulaq asmağından yorulan və psixoloji təzyiqə və həmçinin övladın ikisinə dözə bilməyən Dorothy'nin atası Jacob Scott qızının yoxa çıxması ilə bağlı yaşadığı şəhərdə məşhur olan Registr qəzeti ilə əlaqə saxlamağa qərar aldı. Həmin gün polisi tənqid edən və bir atanın nailəsini əks etdirən sarsıdıcı məqalə dərc olundu. Məqalə dərc edildikdən bir neçə gün sonra axşam saatlarında qəzetin baş direktoru Patrilia telefon zəngi gəldi. "Onu öldürdüm. Mən Dorothy Scott'u öldürdüm. O mənim həyatımın sevgisi idi. Mən onu aldadarkən tutdum. O məndən başqa heç kimlə münasibət qurmadığını deyir və hər şeyi inkar edirdi. Mən onu öldürdüm." Bu cümlədən sonra Riley xəttin digər ucunda ağlamaq hıçqırıqlarını eşitdi. Patrilia'nın sözlərinə görə zəng edən şəxs işin mediada dərc olunmayan təfərrüatlarını bilirdi. O qırmızı şərf barədə və qızın həmkarının hansı səbəbdən xəstəxanaya aparılmasını bəhs etmişdi. 1984-cü ilin aprel ayının 1-i axşam saatlarında naməlum şəxsin yenidən Dorothy'nin valideynlərinin evinə zəng etməsi barədə də məlumatlı idi. Jacob Scott bu dəfə evdə idi və telefona o cavab verdi, lakin dəstəyin o biri tərəfində bu dəfə səssizlik hökm sürürdü. Həmin gündən etibarən Scott'un evinə zənglər kəsildi. Əlavə olaraq qeyd etmək istərdik ki, polis ilk növbədə şübhəli olaraq Dorothy'nin həyat yoldaşı və Şonun atası olan şəxsi istintaqa cəlb etmək istəyirdi. Lakin onun keçmiş həyat yoldaşının yoxa çıxdığını vaxt üçün onun alibisi var idi. Həmin şəxs Missouri ştatında idi, ona görə tez bir zamanda şübhəlilər siyahısından çıxarılmışdı. Həmçinin polisinin Dorothy'nin həmkarlarını dəfələrlə dindirməsinə baxmayaraq, onlar heç bir vacib məlumat verə bilməmişdilər. Dorothy şirkətin arxa ofisində işləyirdi, ona görə də müştərilərlə birbaşa əlaqəsi yox idi və çətin ki, təcavüzkarla bu şəkildə görüşə bilərdi. Müstəntiqlər zəngləri qeydə almağı və zəng edən yerini izləməyi planlaşdırırdılar. Ancaq bayaq qeyd etdiyim kimi zənglər çox qısa idi. Ona görə də onları izləmək heç mümkün olmamışdı. Sanki cinayətkar bu izləmə metodundan xəbərdar idi və bunu qəsdən edirdi. 6 avqust 1984-cü ildə inşaat işçisi olan yol çəkilişi zamanı təsadüfən skelet qalıqları aşkar edildi. Cəsəd Santa Ana'dakı kanyon yolunda bastırılmışdı. Əslində ilkin olaraq müvafiq sahədə ölmüş bir itin qalıqları tapılmışdı və buna çox da önəm verilməmişdi. Lakin daha sonra inşaatçılar itin qalıqlarının altında artıq qadın skeleti aşkarlamışdı. Qızın skeletindən onun saatı və firuzəyi üzüyü tapılmışdı. Qızın anası daha sonra bildirmişdir ki, qızının saatı mayın 29-da saat 10:30-da Pen və Conrad'ın qızın avtomobilinin sürətlə getdiyini gördükdən bir saat sonra dayanmışdı. Polislər bütün bu 4 il ərzində çox saylı zəngləri ilə Dorothy'nin ailəsini təhdid edən şəxs ilə onu öldürən şəxsin eyni adam olduğuna demək olar ki, 100% əmin idilər. Burada mən də onlarla razıyam.
Qatil əvvəlcə Dorothy'ni sıxışdırmaqdan və onu təhdid etməkdən həzz alırdı. Onu öldürdükdən sonra isə illər boyu valideynlərinə əzab verməkdən xoşbəxt olurdu. İstənilən xuliqan bir neçə aydan sonra bundan bezsə də, amma bu başqa tip cinayətkar idi. Qadının cəsədinin tapılması xəbərindən sonra naməlum şəxs Jacob və Vera'ya son zəngini vurdu. Zəng edən şəxs ənənəvi olaraq Dorothy evdədirmi sualını verdi və cavab gözləmədən dəstəyi asdı. Və o bir daha mərhum Dorothy'nin qohumlarını narahat etmədi. Bundan əlavə qeyd etmək istərdim ki, qızın həmkarları və ailəsi Dorothy Scott'un yoxa çıxmasında və öldürülməsində Michael Butler adlı kişinin əli olduğuna əmin idilər. Dorothy'nin oğlu Sean artıq yetkin yaşlı mətbuat və dedektivlərlə çoxsu mühasibələr verirdi. O mətbuatda araşdırmalar səbəbindən əvvəllər mətbuatda yer almayan bir neçə maraqlı detallar açıqlamışdı. Əslində istintaqda oğlanın Dorothy'nin Missouri'dəki dostlarından öyrəndiyi bir şübhəli məqam var idi. Şübhəli bilinən şəxsin adı Michael Butler idi. Butler çox qeyri-stabil idi və şayiələrə görə naməlum bir sektaya da qoşulmuşdu. Sekta məsələsi qızın skeletinin it qalqarı altında tapılması faktını azdan çoxdan izah edirdi. Çoxları Dorothy'nin hansısa sektanın ritualının qurbanı olduğuna əmin idilər. Amma bir sual yaranır ki, niyə qızı zənglərlə qorxudur və sonra valideynlərini narahat edirlər? Michael bir müddət Dorothy ilə maraqlanırdı və hətta onun bacısı onun ofis həmkarı idi. Buradan o fikir yaranır ki, Michael qızın necə geyindiyini, onun hərəkətlərini, hansı avtomobillə getdiyini və etən axşam xəstəxanaya niyə getdiyini məhz bacısının köməyi ilə öyrənə bilərdi. Bütün bunlara baxmayaraq Michael Butler'ə Dorothy'nin yoxa çıxması və öldürülməsi bağlı sorğu-sual edilməmişdi. Hər halda bu barədə ictimaiyyətə hələ də məlumat verilməyib və əlbəttə ki, həbsdə olmamışdı. Bu işdə həqiqətən heç bir sübut və ya cinayətkarlara aparan dəlil yox idi. Qızın avtomobili bütün içindəki əşyalarla yanmışdı və Dorothy'nin cəsədi tapılan zaman meyit artıq tamamilə çürüyüb parçalanmışdı. Beləliklə, müəmmalı cinayətdən artıq 44 il keçib və buna baxmayaraq biz hələ də Dorothy Scott'un kimin aparıb öldürdüyünü bilmirik. Kim bilir, bəlkə də bunu heç kim heç vaxt dəqiqliklə bilməyəcək. Hamınıza təşəkkür. Növbəti videolarda görüşənədək.